Herkese salam dostlar, kanalıma hoş geldiniz. Her birinizi hoş gördük kanalımda. Bugün sizlere hündüşkalarda damazlı seçimiyle bağlı video paylaşacağım. Bayaqdan bir neçə dəfə çəkməyə çalışmışam. Hündüşkalar gedirlər oradaki o ana quşla dalaşırlar. Ona göre çəkə bilmərəm. O video o kadrlarda bura qoya bilmərəm çünki spam gələr kanalıma. Dediğim gibi uşaqlar, bugün sizlere hündüşkalarla bağlı, yani hündüşkalarda damazlıq seçimiyle bağlı video çekeceğim. Çünkü isteyenler de olmuştu bununla bağlı. Hem de bunu zaten çekecektim de dedim indi çekim. Düzdür, bu aralar arka-arkaya hündüşka videolar geldi. Hündüşkalarla bağlı videolar geldi ama ümid edirəm zaten siz de hündüşka videolarını sevirsiniz. Onsuz izlemeyi. Ona göre dedim çekim size gösterin. Bura bir tane vurun, bunlar gelsinler buraya. Demək dostlar, hündüşkalarda damazlıq seçimini necə edirik? Diğer ördəklər üçün də çəkmişdim bu videonu. Onlarda olduğu kimi hündüşkalarda da uşaqlar həmişə bacarırıq heyvanın içerisində ən iri hansıdır onu seçirik. Ən kök hansıdır yox. Ən iri hansıdır onu seçirik. Çünki bizə burada skelet, yəni sümük yapısı lazımdır. Hündür olsun, uzun olsun. Buna diqqət edirik. Yəni kök olsun, ağır olsun mənasında yox. Hündür olsun, skeleti iri olsun. O baxımdan dişidə də, erkəkdə də həmişə ən iri hansıdırsa onu seçməyə çalışırıq, onu saxlamağa çalışırıq. Amma digər amillərə də diqqət eləmək lazımdır. İndi sizə sonda başqa bir şeylər də deyəcəm. Mütləq videonu sona qədər izləyin. Çünki ən önəmli şeyləri axırda deyəcəm ki, qoy ən önəmli izləyicilər görsün o məsləhətləri. Evet. Demək dostlar, skelet yapısı dediyim kimi ən iri hansıdırsa onlar seçirik. Amma nələrə diqqət edirik? Əgər heyvanı damazlığın özü saxlamısınızsa, məsələn deyirəm, mən indi bunları özüm saxlamışam axı. Siz özünüz bilirsiniz də hansı heyvanınız balacalıq vaxtı xəstəlik keçirdi, hansı keçirməyib. Əsasən də uşaqlar qızdırmalı xəstəlik keçirdənlər var, bədəni qızdırma, çox qızdırması olan heyvanlarınız olur da. Onları bacarın uşaqlar damazlığa saxlamayın. Onlarda bəzən problemi yarana bilir. Qaraciyərində, yumurtalığında və yaxud da erkəkdirsə toxumluğunda, yəni xoruzluq eləyər, toxumluğu olmaz erkək saxlamısınızsa. Çünki qızdırma bəzən iç orqanların məhv edir. Və yaxud da qaraciyərində problemi olur. Bu vaxtı bilmirsiniz. Amma gəlir ki, o yetkinlik yaşına çatan vaxt olur. Məsələn, dişi quşdursa yumurtayanda ortaya bürüza verib ortaya çıxa bilər. Yəni bu tip problemlər ola bilər. Ona görə balacalıq vaxtı əsasən də qızdırmalı xəstəlik keçirən heyvanlarınız nə qədər iri olursa olsun saxlamayın. İkinci olarak uşaqlar, fərə quşlarda niyə diqqət edirsiniz? Ola bilər ki, cüssəli olsun, filan olsun, amma bəzən heyvan saxlayanlar, əgər arozda heyvan saxlayanlar varsa mütləq ki bilir də. Bir də görürsünüz ki, bir dənə sürüdür. Məsələn, hamısı sakitdir, quşun hamısı sakitdir. Nə bilim, adama yaxınlıq eləyən quşlardır. Amma içindən biri məsəl üçün hürkəkdir, çox hürkəkdir, dəlidir. Mən onlara dəli quş deyirəm həmişə. Dəlidir filan demir, hürkəkdir də. Baxın, o heyvanları saxlamayın. Niyə saxlamayın? Baxın, onu da sizə izah edəcəm. Çünki bunun sabah yumurtamağı var. Bunun sabah qırt yatmağı var. Bunun sabah bala saxlamağı var. Yəni o heyvanınız əgər sırf yumurtayıb yumurtasının altından götürəcəksiniz, nə saxlayırsınız saxlayın. Amma onu qırt yatadıb altına balasını saxlayacaqsa o quş, onun mütləq sakit olması mütləq olaraq vacibdir. Niyə? Onu da izah edeyim sizlərə. Qırt yatanda uşaqlar istər-istəməz gedəcəksiniz baxmağa, yaxınlaşacaqsınız. Bala çıxardanda həmçinin hürkək quş insanı görəndə belə hürkür, dəli kimi özünü ora-bura çırpır. Həm o altındakı balasını da əzəcək. Yumurtasından da sındırmış olacaq. Ona görə mümkün qədər dişi quş saxlayanda baxın hürkək olmasın, sakit olsun. Zaten erkək quşlar biraz daha uysal olurlar. Ona görə erkəkdə çox böyük bir fərq eləmir. Erkək quşlar uysal olurlar. Erkək quş hürkək də olsa belə sizin nəyinizə lazımdır ki, sizə lazımdır ki, xoruzluq eləsin quşlarınıza, toxumlu olsun, fisyo. Yəni erkək quş biraz hürkək olsa da olar, amma dişi quş mümkün deyil. Hürkək quş olanda o biraz pis olur. İndi sizə göstərim tam olaraq. Keçən illəri mənim o qədər də quşum yox idi. Bu quşum var ha, bu hündüşkam. Bunu saxladım. Cüssü olarak çok yaxşı quşdur uşaqlar. Görürsünüz ki bir problemi yoxdur. Amma tek problemi nədir? Hürkəkdir. Məsələn, onun bu illəri qırt yatırmadım. Hürkək idi deyə qırt yatırmadım. İkinci dəfə təzdən bu getdi yumurtaya düşdü. Atdım çölə, ayıldı. Heç 15 gün çəkmədi. Təzdən yumurtaya düşdü. Nəm 8 dənə mi 9 dənə ikinci dəfə 25 dənə birinci yumurtadı. Sonra 7-8-9 dənə də yenə təzdən yumurtayıb təzdən qırt yatdı. Qırt yatdı, onda məcburən
bastırdım. Altına da onun yanına getirdi. Yumurtasının yanına sesar yumurtası attım ki toyuq yumurtası tez sınar. Sesar yumurtası biraz qalın qabıqlı olduğu için sınması çətindir də. Getdim sesar yumurtası attım. Onun da uşaqlar ne bileyim 3-4 dənə hündüşka çıxartdı. O 8-9 yumurtadan 3-4 dənə hündüşka çıxartdı. Ne bileyim 6 dənə 7 dənə də sesar balası çıxartdı. Yəni yenə yaxşı çıxartmadı. Prosta çox yumurta deyil. İndi bu ildə bəlkə saxladım, amma hürkək idi. Keçən hündüşkam yox idi deyə məcbur onu saxladım. Çox hürkək idi. Ona görə uşaqlar bu tip şeylərə mütləq şəkildə diqqət edin ki, sabah o qırt yatanda, bala saxlayanda problem yaşamayasınız. Əlavə olaraq sizə nəyi məsləhət biləcəkdim. Dediyim kimi xəstə olanda saxlamırsınız. İndi gəlin sizlərə mən öz heyvanlarımın içərisində sizə damazlı saxlayacaq heyvanı göstərim. Məsələn uşaqlar, görürsüz o quşu, o boz quş var ha, indi yaxından göstərəcəm. O körpəliyindən sürünün içərisində ən böyük hündüşkə idi, ən yekə hündüşkə idi. Amma indi görürsüz ki, ondan baxın, o hündüşkanı görürsüz, o hündüşkə artıq ondan hündürdür. Amma bunun görürsüz kürəyi filan ondan daha enlidir. Necə deyim, bunların hamısına diqqət eləmək lazımdır. O daha belə tökməyəcək quşdur. Bu da biraz nazik, hündür, uzun quşdur. İndi desəz ki, Ayxan sən damazlı saxlasan, hansını saxlayasan, mən o quşu saxlayaram. O boz kimi, yəni karışın bir rəngdə olan quşu saxlayaram. Görürsüz, o ondan daha enli, canlı cəsədlidir. Necə deyim, yəqin ki, mənim loru dildə başa sallam, yəqin ki, başa düşürsünüz. Ona görə mən o quşu saxlayaram. Amma niyə də o quşu saxlamaram? Çünki o bir dəfə qızdırmalı xəstəlik keçirdi. O hamısından böyük formada gəlirdi uşaqlar. Hardasa ay yarım bundan qabaq o qızdırmalı xəstəlik keçirdi və o qaldı daloji. Onlar gəlib onu və yaxud da ki, bu tip quşlar var ki, 1-2 dənə, baxın, gəlib ona çatıblar. İndi bunu da fikirləşəndə onu saxlamaram. Keçərəm o biri quşlardan saxlayıram, damazlı saxlamaq istəsəm. Çünki o hamısından açıq ara fərqlə iri gəlirdi. O qızdırmalı xəstəlik keçirdi və onlar gəldi onu keçdi. Demək ki, bunda hər hansısa bir içində bir fəsad törətdi buna ki, digər hündüşkalar gəldi onu keçdi. Ona görə artıq o damazlı saxlasam mən o boz quşu saxlamıram. Köklüyü yenə yerindədir, kəsib yemək üçün heç bir problem yoxdur. Amma xəstəlik keçirdi, geri qaldı. Ona görə bacarın ki, həmişə heyvanlarınızın içərisində hansı xəstəlik keçirməyibsə, onu saxlayın. İndi isə gəldik pik nöqtəyə, yəni ən əsas sizə nəyi məsləhət bilməliyəm. Hündüşkalarda qan dəyişikliyi. Uşaqlar, bunu da sonunda danışacağım, bunu niyə saxlamışam. Hündüşkalarda qan dəyişikliyi. Ya gəlin bunu danışım, sonra keçim ən aşağı sonunda onu deyim. Deyirsiniz ki, Ayxan sən niyə bu cür quşu saxlamasan? Çünki bu ilki fərələr belə ondan daha hündür, daha böyük görünür. Uşaqlar, bunu orada balaca hündüşkalarımın anası var ha, ağ quşum var ha. Keçən illər deməli avqust ayında uşaqlar o 8 dənə, 9 dənə yumurtadı, yatdı. Altına getdim 3 dənə də, onu da altına attım, 3 dənə də toyuq bastırdım. 36 mı neçə dənə cücə, bir də 8 dənə hündüşka çıxdı. Bunun anasının 8 dənə, yəni ağ quş bununla bərabər 8 dənə quş çıxartdı. Keçən illərdə uşaqlar mənim heyvanlarıma muşdadan da, bu adi bildiğimiz muşoğul var ha, sıçanın böyüyü olan. Odadan da bütün cücələrimi körpə vaxtı, hündüşkalarımı uşaqlar qutudan, nə bilim oradan, buradan, həyətdən tutub aparıb yeyirdi. Yəni dəhşət də keçənləri. Kəsməli cücələrimə belə hücum edirdi, yaralayırdı onlar belə. Keçən illər uşaqlar ondan bir neçəsinin, 2 dənəsinin, hündüşkanın 2 dənəsinin, cücədən də nə bilim 10 neçə dənəsinin o belə muşlar apardı. Sonra da bu hündüşkalara çiçək düşdü. Axı payız ayında çıxmışdı. Qoruya bilmədiyim çiçək düşdü onlara. Hamısı öldü uşaqlar. Bu hündüşkanda belə yeriməyə halı yox idi ha. Yəni belə necə deyim, o hündüşka olur, ayaqüstü uçurur belə havada da. Yəni yeriməyə halı yoxdur. Çiçək tutub, qarnı ağrıyır. Neyse, obşum dərman filan verdik, digər bütün hündüşkaların hamısı öldü, bir dənə bu hündüşka qaldı. Dərman filan verdik, düzəldi, dedik indi axırı nə olar, biraz böyüsün, kəsərik. Yavaş-yavaş böyüdü. İnanın uşaqlar, o necə deyim, bu 3 aylıq filan kəsməli cücələr olur bu boydan ha. İnanın o boydan idi. O deməli hansı ayda, yəni fevral ayında filan da güclə bitər. Gəldi anam onu hər gün ayrı yedizdirirdi. Mən Bakıda idim. Anam onu hər gün ayrı filan yedizdirirdi. Nəsə bu gəldi, digər hündüşkalar qoça gəldilər. Anam dedi ki, gəl onu kəsək. Digər hündüşkalar hamısı qoça gəlib. O artıqdır da, biraz özünü tutub. Dedim, sən Allah dəymiyor, ona yazıqdır. O xəstəliyidir, nə ayılıb, qoyun dursun qapıda. O yumurtası, mən düşünürdüm ki, o yumurtamayacaq. Dedim, o yumurtamasa belə, qoyun dursun qapıda. Nəysə uşaqlar, elə bunu mən demişdim. Anamsa bahisi dedi ki, o hündüşka artıq qoçaldı. Deyir, yəni inansan bu boydan idi. Dedim, erkək hündüşka öldürəcək də bu saat onu. Amma
qoçaldı, yumurtadı uşaqlar. 12 dənə mi, 13 dənə yumurtadı. Çox da gözəl balalarına baxdı. Çox da gözəl qırtiyatda, çox sakit quşdur. Çünki daim əlimizlə tutub yedizdirimizə görə insandan hürkmürdü də. Çox sakit, təbiətli heyvandır. O da 40 yatda bala çıxartdı. İndi deyirsiniz ki, Ayxan sən bayaqlar deyirdin ki, xəstələnmiş heyvanları saxlamayın və saxlamısan yaxşı da çıxıb. Düzdür, ola bilər ki, yəni saxlayarsınız, içindən yaxşı quş çıxa bilər, xəstələnsə belə yaxşı damazlıq ola bilər ondan. Amma mən məsləhət bilirəm ki, niyə riskə gedək ki, elə bəri başdan sağlam heyvanları saxlayaq da. Mən ona yazığım gəldi, dedim dursun qapıda, heç o yumurtamasadı belə düşünürdüm ki, yumurtamayacaq. Amma çox da gözəl yumurtadır, sağlam da balaları oldu, qəşəng də 40 yatdı, qəşəng də balaların saxladı. Onun da izahını ona görə verdim ki, sonra deyirsiniz ki, Ayxan sən özün nə deyirsən, saxladığın heyvan nədir? İndi gərək uşaqlar son o əsas nöqtəyə bayaqlarda başladım. Hündüşkalarda qan dəyişikliyi. Yəni sizə məsləhətim odur ki, həyətinizdə heyvan saxlayırsınız, ha, hündüşka saxlayırsınız, ha. Götürüb məsələn dişini də, erkəyi də həyətinizdə saxlamağı məsləhət bilmirəm. İndi o dediyimi eləyin, elədiyimi eləməyin. Deyirsiniz ki, sən niyə həyətimdən saxlamırsan? Mən də həyətimdən saxlamamışam. O hündüşka mənim həyətimdən deyil. O hündüşka erkək hündüşkamanın uşaqlar. Erkək hündüşkam oralarda olmalıdır. Neysə, erkək hündüşkamı zaten görmüsünüz də. O mənim həyətimdən deyil. Onu mən əmimgildən almışam uşaqlar. Amma həyətimdən də saxladığım vaxtlar olub. Amma sizə məsləhətim odur ki, həyətinizdən saxlamayın. Çünki dişi quşu da eyni qandan saxlayanda, erkək quşu da eyni qandan saxlayanda uşaqlar onlar cütləşirlər və balalar cır olur. Get-gedə nəsil dəyişdikcə 1-2 nəsil sonra balalar çox cır olacaq. Ona görə sizə məsləhətim odur ki, çalışın ki, məsələn, güvəndiyiniz, bildiyiniz qohum, əqrəbə, dost, tanış və ya bildiyiniz hansısa təsərrüfatdan erkək quş alın. Dişi quşu özünüzdən saxlasaz belə, erkək quşu başqa yerdən alın ki, qan dəyişikliyi olsun. Mən də o erkək quşumu uşaqlar əmimgildən almışam. Yəni öz heyvanımın qanından deyil. Əmimgildən alıb gətirmişəm, qan dəyişikliyi eləmişəm. Qan dəyişikliyi mütləqdir, yoxsa uşaqlar heyvanlarınız 1-2 il sonra görəcəksiniz ki, yavaş-yavaş cırlaşır. Əvvəlki nəticəni ala bilmirsiniz heyvanlarınızdan. Əvvəlki ət verimini, əvvəlki hündürlüyü, yekəliyi ala bilmirsiniz heyvanlarınızdan. Ən əsaslı heyvanlarda budur ki, qan dəyişikliyi mütləqdir. Tək bu hündüşkalarda yox ha. Toyuqda, ördəkdə, hamısında eynidir. Amma yəni deyirsiniz ki, bir il saxlamağın heç nə olmur. Uşaqlar bir il saxlayın, gələni də onun balaları olsun, saxlayın, eybi yoxdur. Amma heç olmazsa 3 ildən bir filan sürünüzə qan dəyişikliyi mütləq ki, lazımdır. Məsələn, mən toyuqlarımda necə qan dəyişikliyi edirəm? Gedirəm sexdən cücə alıram, saxlayıram, onun xoruzlarından filan bu olur qan dəyişikliyi. Çünki başqa yerdən mən xoruz gətirib alıb bunların içinə ata bilmərəm. Başqa yerdən xoruz gətirib alsam, mənim həyətimdə olan bu xoruzlar uşaqlar onu döyərlər, öldürərlər. Yəni öldürərlər məcazi mənada. Dünənki canlı yayımda da demişdim. Necə öldürərlər? Yəni onu xoruzu o qədər döyəcəklər ki, o xoruzluq qalmayacaq, o xoruz olacaq fərə. Ona görə mən heç vaxt başqa yerdən yetkin xoruz alıb həyətimə gətirə bilmirəm. Ona görə mən gedirəm sexdən cücə alıram. Bu təbii ki, başqa insanların həyətindən yığılmış yumurtalardır. Qan dəyişikliyi mütləqdir. Gətirirəm, saxlayıram, onun üçün seçmə xoruzlarından saxlayıram. Heyvanlarımda qan dəyişikliyi yaranır. İndi mənim də buraxmalarımda 3 ildir qan dəyişikliyi yoxdur. Eyni qan gedir. Mütləq ki, uşaqlar gələnləri mən çalışacağam ki, buraxmalarım üçün. Çünki bu illəri görürəm ki, o nəticəni ala bilmirəm. Çox iri buraxma ala bilmirəm. İndi inşallah gələnləri mən bunların içərisində mütləq ki, hardansa bir dənə xoruz buraxma tapıb gətirməliyim. Ya da ən azından cüzəsini filan almalıyım ki, qan dəyişikliyi olsun. Hamısı eyni qan getməsin inşallah. İndi görək də gələnləri onu və yaxud da ki, mən də heyvanı birinə verərəm, o da mənə verər. Aramızda dəyişik toxuş edər. Yəni mən bir dənə yaxşı xoruz verərəm ona, o da mənə bir dənə yaxşı xoruz verir. Beləcə ikimizin də həyətində qan dəyişikliyi yaranar. İndi inşallah gələnlərlə onu fikirləşəcəm, onu tapacağam, qan dəyişikliyi eləyəcəm. Son olaraq da bunu deyəcəkdim sizə uşaqlar. Yəni başqa sizə nə deyim? Məncə bu qədər bəsdir. Hər şeyi izah elədim. Sağ olun, salamat qalın. Kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Yorum da çalışın ki, yazın. Dost tanışınızla da videonu paylaşsanız çox sevinərəm, çox xoşbəxt olaram uşaqlar. Sağ olun, salamat qalın.